Qadın olmaq, daxilimizdə bizimlə birlikdə doğulan bir güc, bir həyat enerjisi, bir hiss etmə qabiliyyətidir. Uşaqlıqda bu hissimiz çox təbii olur. Azad gülüşlərdə, həyata qarşı maraqda, həyatı sadə və canlı şəkildə hiss etdiyimiz anlardır. Lakin zaman keçdikcə bu gücümüzdən uzaqlaşmalı olduğumuza inandırılırıq və bu gücümüzü bastırırıq. Nəticədə isə öz hisslərimizdən, bədənimizdən, yaradıcılığımızdan və ən dərindəki öz kimliyimizdən getdikcə uzaqlaşırıq. Mən klinik psixoloq Aynur Həsənzadə bugün birlikdə edəcəyimiz meditasiyada bir zamanlar susturduğumuz, lakin daxildə hər zaman bizimlə olan öz qadın tərəfimizlə yenidən sakit və təhlükəsiz bir təmas quracağıq. Əgər hazırsınızsa, indi rahat bir şəkildə əyləşin və ya uzanın və gözlərinizi yumarkən diqqətinizi yavaşca öz nəfəsinizə yönləndirin. Nəfəsinizin təbii ritmini sakitcə müşahidə edin. Heç nəyi dəyişmədən sadəcə müşahidə edirsiniz. Öz bədəninizin hisslərinə fokuslanın. Bədəninizə istidirmi, soyuqdurmu? Oturduğunuz və ya uzandığınız bu yerdə rahatsınızmı? Hazırda necə hiss etdiyinizə sakitcə diqqət edin. Yaşadığımız həyat içərisində zamanla bizə müxtəlif rollar öyrədilir. Necə davranmağımızın daha uyğun olduğu, necə hiss etməli olduğumuz. Uşaqlıqdan biz bu sözləri eşidərək böyüyürük. Ağır ol, çox gülmə, diqqət çəkmə, səsini çox çıxarma. Və bununla da bəzilərimiz yaxşı qız rolunda olmağı öyrənir. Sakit olmağı, pasiv bir şəkildə hər kəslə uyğunlaşmağı və özünü arxa plana atmağı. Bəzilərimiz isə böyüdükcə daha güclü olmalı olduğumuzu öyrənirik. Sanki hər şeyi idarə etmək bizim məsuliyyətimizdir. Və bəzən bu güclü rolunu əynimizə geyinəndə öz qadın zərifliyimizi unutmaq məcburiyyətində qalırıq. Bəzilərimiz isə öz canlılığımıza və istəklərimizə görə günahlandırılıb utandırıldıqca öz işığımızı kiçiltməyi və onu heç kimə göstərməməyi öyrənirik. Beləcə, illər keçdikcə bəzən istəklərimizi susturmağı öyrənirik. Etirazlarımızı öz daxilimizdə saxlayırıq. Bəzən isə öz hisslərimizi kiçildir və dəyərsizləşdiririk. Və yavaş-yavaş öz zərifliyimizdən, yaradıcılığımızdan, cazibəmizdən və ən dərindəki öz kimliyimizdən getdikcə uzaqlaşırıq. Lakin bu tərəfimiz heç vaxt tam yox olmur. O sadəcə bir müddət bizim daxilimizdə səssiz qalır. İndi meditasiyanın bu anında öz daxilinizdəki qadınla yenidən təmasa keçməyə hazırsınızmı? Özünüzə sual verin.
Mən qadın kimi hiss etmək üçün özümə nə qədər icazə verirəm? Düşünün, harda öz işığınızı kiçiltmisiniz, harda özünüzü gizlətməyi öyrənmisiniz? Özünüzü qorumaq üçün harda daha az gülmüsünüz, daha az hiss etmisiniz və bəlkə də daha çox güclü olmağa çalışmısınız? Bu suallara dərhal cavab tapa bilməsəniz belə, ilk başda sadəcə bu reallığın fərqinə varmaq belə dəyişimin ilk addımıdır. İndi öz gücünüzlə yenidən əlaqə qurmağa hazırsınızsa, yavaşca diqqətinizi qəlb nahiyənizə gətirin. Təsəvvür edin ki, sinənizin mərkəzində zəif, solğun qırmızı rəngdə bir işıq yanır. Bu işıq sanki illərlə bastırılan qadın kimliyimizi simvolizə edir. O bəlkə də uzun müddətdir səssiz qalıb və indi çox solğun və zəif görünür. İndi özünüzlə biraz daha yaxın təmas qurmaq və bədəninizlə, hisslərinizlə, canlılığınızla yenidən əlaqə yaratmaq üçün hazırsınızsa, bu qırmızı işığı gücləndirin. Bu işığın parlaq qırmızı rəngdə yanmağa başladığını hiss edin. Bu qırmızı işıq indi sinə nahiyənizin tam ortasında sonsuzluq işarəsi kimi hərəkət etməyə başlayır. Sanki yan çevrilmiş bir 8 rəqəmi kimi bu işıq qəlbinizin içərisində axır və hər dövrə ilə birlikdə biraz daha güclənir, biraz daha parlayır. Qəlbinizdə bu işığı daha da gücləndirərək özünüzə daxildən bu sözləri deyirsiniz. Mən öz qadınlığımın hər halını yaşamaq üçün özümə icazə verirəm. Mən bir qadın kimi öz daxili gözəlliyimin fərqindəyəm və artıq onu gizlətməyə ehtiyac duymuram. Mən həm çox güclü, həm də zərifəm. Seçimlərim mənə verilən rollardan yox, öz daxili istəklərimdən asılıdır. Mən bütün duyğularımı hiss edirəm və heç bir hissimi bastırmadan ehtiyacım olduğunda gülmək, ağlamaq, qəzəblənmək üçün özümə icazə verirəm. Cazibədar, canlı və enerjili olmağın verdiyi həzzi hiss edirəm. Mən olduğum kimi yetərliyəm və dəyərliyəm. Mən sərbəstcə gülürəm, hiss edirəm və bu həyatla rəqs edirəm. Daxili dünyamın rəngli, çılğın, yaradıcı və canlı tərəflərini göstərməkdən həzz alıram. Mənim dəyərim başqalarına nə qədər faydalı olmağımla deyil, sadəcə var olmağımla ölçülür. Bədənim mənim evimdir. Bədənimin bütün dəyişimlərini eşidirəm və onlara hörmət edirəm. Gözəlliyin qəliblərə sığmadığını bilirəm və öz unikal gözəlliyimdən həzz alıram. Həyatın kiçik yanlarından, dadlarından və gözəlliklərindən zövq almaq üçün
özümə vaxt ayırıram. Mən bir qadın olaraq sevilməyə, qayğıya və hörmətə layiqəm. Və bu sevgini, qayğını, hörməti ilk öncə özümə verirəm. Mən öz cinsi istəklərimi bastırmıram və öz cazibəmdən həzz almaq üçün özümə icazə verirəm. Mən öz işığımın görülməsinə icazə verirəm və öz daxilimdəki işığı hər gün daha da cəsarətlə üzə çıxardıram. Mənim varlığım təkrarsız və özünə məxsusdur. Həyatdan zövq almaq mənim üçün artıq təhlükəli deyil. Mən bu həyatın içində arzu etdiyim kimi yaşamaq üçün özümə icazə verirəm. Mən başqalarının istəyinə görə öz kimliyimi rədd etməkdən indi imtina edirəm. Bədənim canlılıq və enerji ilə dolu. Mən öz daxilimdəki qadının varlığından həzz alıram və mən bu qadının varlığı üçün sonsuz sayda minnətdaram. İndi sinənizdəki qırmızı işığın bütün bədəninizə yayıldığını hiss edin. Bu işıq bədəninizə dolu, hər hüceyrənizə yayılır və daxilinizdəki qadın tərəfiniz yenidən nəfəs almağa başlayır. Bu hissi yaddaşınıza yazın. Siz indi yenidən əlaqədəsiniz. Öz bədəninizlə, öz hisslərinizlə, öz canlılığınızla. Bu dolğunluq vəziyyətini yaddaşınıza kodlaşdırın. Bədəninizdə hərəkət edən bu canlı qırmızı işığı hiss edərək, həyatın içində öz yerinizi hiss etməyə icazə verin. Və bu hisslərlə birgə, yavaşca yeni reallığınıza gözlərinizi açın.